dövlət yaxın şərqdə öz şəbəkəsi ilə hərəkət edir. Hizbullah, Husilər, Haçdi, Şabi. Amma xalqı illərdir sanksiyalar altında əzilir. Daxili etirazlar, dəyişiklik arzusu içdən yanır, çöldə partlayır. İsrail dünyanın ən kiçik, amma ən qorxulan güclərindən biri. Mossad hava gücü, start-up texnologiyası, ABŞ-ın ən yaxın müttəfiqi, amma ətrafında onu sevməyən milyonlarla insan. Savaş bir anda başlamır, yavaş-yavaş, səssizcə alovlanır. İran-İsrail arasında başlayan raket mübadiləsi Suriya, Livan, İraq tamamilə alova qərq olur. ABŞ yaxın şərqdəki bazalarını aktivləşdirir, İran isə bütün qruplarını hərəkətə gətirir. Dünya biraz daha qaralır.